Məclisin 15-ci 20-ci dəqiqəsidir. Hələ başlamayın. Sörəsə deməmişik, salat zat çəkmişik, pomidoru zadı muşqunlamışam ki, onu oradan götürəcəm, pendiri buradan. Bir şey qurmuşam, sistemi qurmuşam ki, nəyi hardan götürəcəm. Amma belə, tamam, hazırladı, süzdü. Amma de bunu sıra düşmək lazımdır. Ha dedim da, süz zadı, açıldı tempo. Davay. Vurdu, güzel, davay vur. İşte stəkan beleşmədim, qaldırırsan da, Allah, stəkanı qoymadım, baş belədir, bax. BAM! Stoldan tutmasam, yıxılamışdım, bildin. Belə şey görməmişim də, bildin. Bax belə, o stol, pendir gedir o ana, salat gedir bu ana, pomidor qalxır, stol qalxır. Amma hələ hamı məndə deyil deyənə, heç kimdə deyil deyənə, hamı özü ilə məşğuldur. Bir dənə yalvaram ki, eşkinməyə baxmasın. Bəyəkdən hamını dənədən əşləyirəm. İndi deyirəm ki, eşkinməyə baxmasın, mən öldümü, getdim mən. Mən dünyamı dəyişdim, belə şey olmaz. Bilmirəm, başı tutum ki, başdayam. Göz saxlayamıram. Özümü yığıram, az boy verirəm, bildin necə? Özümə cavab verə bilmirəm ki, haradasan, bura haradır, indi buradasan. Normal dəfərdə içdin, qoydun, bu sənin stəkan, stəkana baxamıram. Əlimi qoymağa yer tapam, bir dənə stoldan yapışmışam. Amma bu danışır. Məni işdirən yoxdur, danışır. Müşfiq də çıx bəndən bir yerdə. O da o Müşfiq unutmuşam, elə biləm tək gəlmişəm, mən təkəm. Mən tərk edilmişəm, bildin necə, mən təkəm. Axırıncı kadr bu qalıb gözümdə deyənəm, bunu tanıyıram. Məndən belə danışır ki, nə tərsən, nə varsan belə. Nədən biləm ki, bu nə idi, abi sən nə vardın? Ama şimdi onu da görünce getdi mənim gözləri, o da gülürlər zar. Və belə istər. Gitmiş o da oldu. Müşfiq aram, özümə gəlləm yaxşı, müşfiqin daha qızda da. Yaxşı, yaxşı. Heç nəşməmiş, bu boyda bir şey içməyik. Adım çox, abi, çox. Bu bəhs elədi. İndi ayılmağa hesablayaq. Görək nə var, ayılaq. Okey, danışdıq. Sonra yedi, gəl dedi. Yax, işliyimiz bir şey deyil. Bəlkə ondan bir dənə də. Amma bir gedib, bir saat gedib. Dedim, amma yaxşıydı, maraqlıydı. Müşfiq adam var, bir dənə balaca tirka ver, nə istəyirsən eləsin. Salamlayıram buradan Müşfiqdən. Müşfiq getdik. Ora özümüz. Qaldırdım, iyice birbirimizdən tutmuşuq. Müşfiqlə. Sən interesli bir şeydir. Bütün məclis fırlanır, bax belə. Bir dənə o yadımdadır ki, telefona belə baxdım. O vaxtı, nə telefon mu? Balaca bir telefondur. Bastım, baxdım saat 21 dəqiqə idi, bax belə. O vəziyyətdə 21 dəqiqə oldu. O da ən gözəl kontroldur da, vəziyyətdən çıxmaq üçün, fikir dağıtmaq üçün özünə qayıdırsan da, telefon var. Baxdım, bir xeyli orada qaldım, ekranın zadı söndü, gözəl. Bir ayım ki, mən yatmışam bayaqda. Bədən cavab verə bilmir, mən yatmışam stolda. Gördüm ki, ürəyim əyək yolu istəyir. Ürəyin. Sən yox. Sənin nəyinə lazım? Ürəyi özü istəyir. Canım məndən əlaqəsi yox, ürək istəyir. Sən də sümük-sümüyə cavab vermir, bildin necə ki, gəl oturaq, çıxaq bir-birimizin üstünə, müəllim aparaq da, bildin mən. Belə getməyəcəm, mənə kimsə aparmalı da, aparan da burada. Aparan məni tanımır. Danışamam, cümlə tökülür ağzımdan, bildin, hərif düşməlidir, oğuzla tökülür. O vahşi danışır. Əlimi qoyursan, sənə o deyil, əl böyüyür, sənə balacalaşır, sənə böyüyür. Dedim, yox, amma ürək də deyir ki, durmasan, səni burada rüsva eləyəcəm, dur. Mən baxmayacam, bağlıdır, dur, çatdır özü. Onsa heç kim bu dəqiqə, orqanizm bir-birinə cavab deyil. Bir dənə, mənim də başı qarışıqdır, o biri qonaqlar azada da bildin. O mən şey eləyəm, o da yaxşıdır vəziyyətdir, o çoxdan içir onu, o bilir mən. Mən də ki, gir evə, biz həyatda oturmuşuq. Evi göstərdi ki, böyük də villadır, dedi, gir qapıdan, sağda. Hamı yaxşıdır deyənə, hamı yaxşıdır da məclisdə. Durmuşam, düz pləkanı tutmuşam, qapında görürəm. Bir addımla bağa gəlirəm, görürüm, çatmadım. Mən hesabla orada olmalıyam, bilir necə. Amma nəzə çatmır. Amma yıxılmamışam, şükür yəni, dala qabağı, belə. Girdim,
qaranlıqdır. Amma işıq zadın yerini öyrənməsin, bir də ora qayıtmalıyam, ya da buradan qışqırmalıyam. Qışqırsam hamı baxacaq ki, bu yarım saat dur belə gəlib çatmayıb. Onun utanmağı ilə dedim, girəcəm, qaranlıq da olsa gəlib tapacam. Mən işıqda hərəkət eləyənmirəm. Girmişəm, bax, qaranlıqda belə. Bildiyin elə bir şey, başqa bir imtahanın içindəyəm, bax, belə gedirəm. Çox yekədir də, yəni, bax, Xruşovka deyir ki, ora-bura dəyəsən. Yekədir, bildin? Əl varasa havadır, bax, belə səmada qaranlıq. Məni qıraqdan çəkə bildiyin, yəni, bir möhtəşəm bir rəqs eləyirəm, ora-bura gördüm ki, o ayaq yol həmişə işıq yanında, o iki qapının arasında bir işıq gəlir. Tutdum, gördüm bir işıq gəlir. Hara gelsən Məlik Məmməd, işıq gələn tərəm. Geldim, açdım, gözəl. Dedim, çıxdım, gördüm, yox. Mən uzanmalıyam. Axtar, gözcə öyrəşdi qaranlığı, həddi var. Duranda, belə böyrü üstə, ayağım uzadım, bir-birinə kömək elə qoydum belə. Çölə baxıram, çölün işığına ki, görüm kim gəlir, kim gəlmir də. Bunlar bu tərəfdə oturublar. Bir də sülüyetindən gördüm ki, Müşfiq. Da onu neçə dəqiqədən sonra gördüm, bilmirəm. Müşfiqin qarnını zaten interesini də bunu. Gəl, bana da birdən şərikdir burada. İşıq düşürər, içərinin qaranlığı, çölün işıq var, belə mənaqdır, bir deyil. Fəbda. Fərda deyə, r çox ağır hərf daxı içəndə. O belə fəbda. Halımı belə mi? Gəl. Onu indiyə kimi deyib gülür. Yalvarım. Səsim də çıxmır. Bətdə. Gəbərdə burada ya. Hayəyəm, gəl, düz gəl. Müşfiq bizdən harada ayıldı? Müşfiq harada ayıldı? Başını gəldi, mən tapdı, girdi səni. Gördüm, əlində bir dənə parfüm belə. Ayılıb. Çıxdı. Yüzü görür, deyirəm ki, nə da? Halil, mən 6 ayda pul yığıram ki, bundan alın üstüme vurun, müəllim bunu tuvalete koy. Adam deyir, bu da 6 ay yığıcı ondan al. Orada ayılmışdı, duygu onu ayıltmıştı. Ya.